Qurban Qurbanovdan şok bir qərar var. Ümumiyyətlə, son vaxtlarda Qarabağın tərkibində sanki biraz Qarabağın heyətində yaxşı oyun göstərən oyunçuların sonradan belə əhvalının, nə bilim, nəyin dəyişmələ prosesləri var. Ervin Cəfərquliyevin ardınca komandanın daha bir vacib oyuncusu Johnny və yaxud da Xoni Montiel Qurban Qurbanovun qəzəbinə tuş gəlib və o ikinci heyətə göndərilib. Ən son məlumatlarda Montielin ümumiyyətlə klubdan ayrılmaq istədiyi barədə informasiyalar var idi. Qeyd olunurdu ki, Montiel klubdakı şəraitdən razı deyil, ümumiyyətlə özünə layiq bilmir bu şəraiti. Halbuki Montiel Qarabağa zədəli gəlmişdi və ümumiyyətlə onun oyununu görmək üçün biz təxminən bir il gözləməli olduq. Yaxşı da oynadı, insafən çıxış elədiyi oyunlarda ortaya sözün əsl mənasında yaxşı bir performans qoydu, amma hazırda artıq onun adı Qarabağın iştirak ərizəsində yoxdur və ümid eləyək ki, bu problem yaxın vaxtlarda həllini tapacaq. Çünki Qarabağ kimi komandada belə halların olmağı ümumiyyətlə heç ürək açan deyil.